Niye zulüm eləyirsən? Mən bu vətəni qorumuşam, bu torpağı qorumuşam, insanlarımızı qorumuşam. Azadı gələndə bunlar qazi eşidəndə bunların başına daş düşür. Salam değerli dostlar. Yenə vətəndaş müraciəti, yenə qazi şikayəti, vətən müharibəsinin iştirakçısı Mirfətdağ qazimiz görək əhalinin Sosial Müdafiə Nazirliyindən nə istəyir değerli dostlar? Salam aleyküm. Elnur Şükürov. Bu çəkilişi sizin üçün yollayıram. Xalqın, millətin, prezidentin baxsın, görsün, qazilərə nə zulüm olunur. Mən xahiş edirəm, yayıma verəsiniz ki, mən Sadıqov Mirfətdağ Vəlioğlu, Tərtər rayonu Bulutlu kəndindən adam olmuşam. Bütün bədənim güllə, qəlpə, kontuziya, olmayan xəstəlik də yoxdur. Beyin infarktı, şəkər, onurqa, 6-7 kilo götürə bilmirəm, təzik, nə bilim, olmayan xəstəlik bədənimdə, olmayan xəstəlik də yoxdur. Bunlar bizə zulüm eləyir. Elnur Şükürov, mən xahiş edirəm, bunu yayıma verəsiniz. Bunu prezidentimiz də baxar, inşallah baxar ki, bu xalqı, bu milləti bir belə incitməzdələr. Bu Əllər Bərpa Mərkəzi var. Bunlar bizə o qədər zulüm eləyir. Allah'ın bəlasına gəlsinlər. Bunlar nə qədər bu xalqla oynayırlar, bu bizi incidirlər. Bunlar qazi adı gələndə, bunlar qazi eşidəndə bunların başına daş düşür. Elə bir ki, qazi, bilmirəm bunların nəslində erməni var, yoxsa nədir? Niyə bir belə bizi incidirlər? Biz qorumuşuq, biz vətənimizi qorumuşuq, canımız, bu torpağa qanımız tökülür. Bu torpağa biz torpağı qorumuşuq, xalqımızı, millətimizi qorumuşuq. O stolda oturan, o Sosial Müdafiə Nazirliyi kördü görmür, qanımız tökülüb bu torpağa. Niyə eləmişik vətənimiz inkişaf eləməkdən ötəri, insanlarımız yaşamaqdan ötəri? Niyə eləmişik? Nə iş görmüşük ki, bizi belə zulüm eləyirsiniz, qaziliyimi vermirsiniz, təsdiqləmişsiniz. Mənə məcbur deyirsiniz ki, mülkü 50-lik verək. Niyə? Bədənim hamısı asqol bədənimdə, güllə, qəlpə, kontuziya, olmayan xəstəlik də yoxdur. Bütün xəstəliyi də yığıldı bədənimə. Beyin infarktı, paraliz bir tərəfimi vurdu. Nə bilim, onurqadan onsuz da zulüm çəkirəm. 6-7 kilo ağırlığında bir şey götürə bilmirəm. Güllər, qəlpələr bədənimdə, əlimi işlədirəm, həm qolum biraz işləyən kimi barmaqlarım yığılır. Belə şey olur mu? Bu niyə baxılmır? Mən xahiş edirəm, bu yayıma verəsiniz, prezidentimiz görsün. Bunların, bizlərə nə zulüm elədiyini prezidentimiz görsün. Görsün ki, bu xalqa nə zulüm eləyir, bu qaziləri nə qədər zulüm eləyir. Niyə zulüm eləyirsən? Mən bu vətəni qorumuşam, bu torpağı qorumuşam, insanlarımızı qorumuşam. Mən o Sosial Müdafiə Nazirliyi oturduğu stola bir sual verir ki, kimlərin hesabına oturmuşam bu stolda? Bu qazilərin hesabına oturmuşsunuz stolda. Bir bilirsiniz, bir belə prezidentimiz, bir belə tövsiyəsi var. Sizi başa sala bilmədi ki, bu incitməyin bu xalqı, bu milləti. Niyə bu xalqı, niyə qaldırırsınız bir prezidentin üstünə? Niyə prezidentin adını hallandırırsınız? Bəsdirin də. Mən xahiş edirəm, Elnur müəllim, bunu yayıma verəsiniz. Bu xalq görsün. Bu qəsdən prezidentə bu milləti məhv elətdirlər, prezidentin üstünə qaldırmaq üçün. Prezidenti üstüne qalxmaq üçün bu qəsdən elənir. Sosial Müdafiə Nazirliyi, Əllər Bərpa Mərkəzi, oradakı həkim həkimdir. O üstümə hücum elədi. Baş prokurorluğa demişəm, mən kim baxılsın ona. Oldu Elnur müəllim. Mən xahiş edirəm, bu səsimi çatdırasınız. Müəyyən quruma, prezidentimizə. Görsün ki, nə qədər zulüm çəkirik. Allah özü kömək görsün. Dərmanlarım hamısı ömürlükdür. 80 manatla mən dərman ala bilmirəm, dərmanlarım ömürlükdür. Bunu bilsinlər də. Oldu, minnətdaram Elnur müəllim. Yayıma bunu verin, bu baxılsın, bir görsün, bizə kömək dəyan olacaq. Belə, değerli dostlar, Mirfətdağ qardaşımız, qazimiz, vətən müharibəsi iştirakçımız çox narahat şəkildə, çox aqressiv şəkildə müraciət elədi. Səsləndirilən iddialarla bağlı, fikirlərlə bağlı qarşı tərəfində bir mövqeyi olarsa, bir sözü olarsa, onu da işıqlandırmağa hazırıq dostlar. Yayımımızı bəyənin, paylaşın, kanalımıza abunə olun. Sağ olun, sağlıqla qalın.